Mən həmişə şəhid analarına bunu deyirəm. Bu mövzu həm də şəhid analarına aiddir. Şəhid analarına bunu deyirəm ki, gəlirlər ki, gedək şəhid anasına təsəlli verək. O təsəlli verməyə gələn adamlar qiyamətdə deyəcək ki, kaş onun yerində mən olardım. Nə təsəlli? Kimə təsəlli verirəm? Qiyamət günü görəndə ki, şəhid anası gəlib yuxarı başda xanım Fatimə Zəhranın yanında oturub, övladına qovuşub, ürəyə gözü şaddır, Həzrət Zeynəbə qovuşub, Peyğəmbər əhl-i beytinə, Peyğəmbərin özünə, Peyğəmbər özü gəlib şəhid ailələrini şəxsən qarşılayıb ayaqlarına duranda, onda o təsəlli verməyə gələnlər var. Deyəcək ki, kaş mən bunun kimi olardım. Qiyamət günü hamı arzulayacaq, kaş mən şəhid olardım, ya şəhidin yaxını, doğması, qohumu olardım. Adam şəhid haqqında oxuduq şeylərə baxır, deyirsən ki, Allah nə qədər lütf eləyir bunlara. Allah nə qədər lütf eləyir. Vəchullah var, vəchullah. Vəchullah Allahın camalıdır, o bilmirik də nədir, hə? Neçə dəstəyə icazə verirlər o vəchullaha baxmaq, bir də şəhidlərdir. Onlara icazə verilir. O vəchullaha baxmaq da elə belə, ya, baxdıq, keçdi. Ona baxmaq aramsız, dayanmadan feyz almaqdır. Ağlın dərk eləmədiyi ləzzət. İnsan deyir, o vəchullaha tamaşa edir, sonra məst olur, cənnət neymətləri şikayət edir ki, bu bizə yaxınlaşmır. Hər şey o qədər qərq olur ləzzətə, ki, heç nə gözü görmür. Şəhidi bu şeylər gözləyir. Şəhidin nəyinə təsəlli verək şəhid? Şəhid ailəsinə yenə deyirəm, müjdə verərlər, bəşarət verərlər, bir də deyərlər, qısa müddət az qalıb. Bəli, burada ayrılığın qəmi təbii olaraq var. Ayrılıq bir günlük də olsa var, 5 günlük də olsa, bəli, bu ayrılığa dözmək. Ondan sonra ruh bədənindən çıxan andan şəhid ailəsi bilməlidir ki, amma mənəvi dəyərlərə bağlı olsa, mənəviyyatını qoruya bilsə, bir şərti var. Bunu qoruya bilsə, elə bir yerlərə gedib çıxacaqlar ki, Allah şəhidə nə veribsə, mənim fikrimcə artıqlaması ilə valideyninə verəcək. Çünki o formalaşdırıb da şəhid. Ona görə də narahatlıq doğuracaq bir şey yoxdur. Və qiyamət günü insanlar çətinlikləri arzulayacaq ki, kaş daha çox olardı həyatında çətinlik. Kaş problemlərim daha çox olardı. Və bəşşiri sabirin. Allah deyir, səbr eləyənlərə müjdə ver. Əllədinə izə əsabəthum musibətun qalu inna lillah və inna ileyhi raciun. Biz Allahdanıq, Allahınıq. Allah üçünük.